إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. ما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اتَّقُوا اللّٰهِ. Əziz değerli kardeşler, ilk önce Allah'tan korkmağı tövsiye ederim. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir. Buyurur ki öz kelamında, biz sizden evvelki ehl-i kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye ederiz. Ve sonra necə bilirsiniz, artıq bir veya iki güne Şaban ayının daxil olmasıdır ve Şaban ayı da gəlibsə bu deməkdir ki, Ramazana az qalıb. Və sələflər Şaban ayını fürsət kimi dəyərləndiriblər Ramazana hazırlıq üçün. Və gəlib hədislər hansı ki dəlalət edir ki, Peyğəmbər s.ə.v Şaban ayını xüsusi önəmlə, xüsusi diqqətlə izləyib o ayı ən çox oruç tutduğu aylardan biri edib. Baxmayaraq Ramazandan başqa heç bir ay tam tutmayıb orucunu. Necə Ayşə radiyallahu anh deyib. Lakin Şaban ayını niyə belə önəm verib? Çünki Şaban ayı özünün də vurğuladığı kimi həm əməllərin Allah Taalaya qalxmasıdır və Şaban ayı həmçinin Ramazana hazırlıqdır, insanların qəflətdə olduğu aydır. Çünki Ramazanla Rəcəb ayının ortasında gəlir. İnsanlar Rəcəbi əzəmətləşdirirlər cahiliyyə dövründə, çünki haram ayıdır. Ramazanın da fəzilətinə görə gözləyirdilər, axtarırdılar. Lakin Şabandan qəflətdə olurdular. Və Ramazan ayı kimi Şaban ayında əsas ibadəti orucdur. Lakin dediyimiz kimi Ramazan ayına hazırlıqdır. Çünki Ramazan ayının gəlməsinə az qalıb. Və Ramazan ayı necə bilirsiniz, əzəmətli bir aydır. Və onda olan xeyir, bərəkət başqa aylarda görünmür. Və ya onun kimi görünmür. Çünki oruc ayıdır, ibadət ayıdır, cəhənnəmdən Allahın qullarını azad etdiyi bir aydır. İmanı qüvvətləndirmək üçün səbəbdir. Həmçinin bədəni qüvvətləndirmək üçün səbəb olan aydır. Səxavət ayıdır. Bu ay, yəni Ramazan ayı həmçinin bağışlanma ayıdır, necə bilirsiniz. Qul həm məxluqatla, Allahın məxluqatı ilə özü arasında olan ədavəti, kini, küdrəti bağışlaması üçün, keçməsi üçün səbəbdir, həm də özü ilə Rəbbi arasında olanı düzəltmək üçün, Allah Teala'ya qayıtmaq üçün böyük bir fürsətdir. Ramazan ayı daxil olanda necə şahid olmuşsunuz, əllər hamısı Allah Teala'ya yönəlir, hamı dua edir, dillərindən zikir düşmür, bağışlanma diləmək düşmür. Niyə də yox? Çünki o ayı Allah Teala rəhmət ayı edib. Cəhənnəmin qaplarını bağlayıb, cənnətin qaplarını açıb, şeytanları zəncirləyib. Möminə yalnız o ayın fürsətini dəyərləndirmək qalır. Nəfsini təmizləmək qalır. İl boyu etdiyi səhlənkarlıqları düzəltmək qalır. Ona görə o ay, Ramazan ayı bəs edir ki, fürsət olaraq dəyərləndirilsin. Çünki dedik ki, rəhmət var orada, bərəkət var, itayət var hər bir növü ilə, namazı ilə, orucu ilə, sədəqəsi ilə. Və Allah Teala o ayda edilən az əməlin əvəzinə verdiyi mükafat əzəmətlidir. Və qat-qatda artırır. Deyəndə ki, وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللّٰهَ عَلَى مَا هَدَاكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ. Günləri, yəni oruc günlərini tamamlayasınız deyə və sizi hidayət etdiyinə görə Allahı təkbir edib, yəni Allahu Ekber deyib onu ucaldasınız deyə, yəni bu ayı sizin üçün Allah Teala fürsət edib, bəlkə şükr edəsiniz.
Lakin baxanda insanların bu aya nisbətdə bu aya rəftarına və baxanda həmçinin Peyğəmbərimizin, səhabələrinin, sələflərin bu aya rəftarına görərsən ki, hər ikisi arasında böyük fərq var. Və fərq də elə belə az fərq deyil. Çox böyük bir fərqdir həqiqətən. Görəndə ki, sələflər necə sevinirdilər Ramazanın gəlişinə, beləcə də Şabanın gəlişinə. Necə sevinirdilər ki, o aya Allah Teala çatdırıb onları. Çünki o ibadət, hansı ki o ayda edilir, İslamın rukunlarından bir rukun və heç də zəif bir rukun deyil, heç də savabı, əcri az olan bir rukun deyil, əksinə əzəmətli bir rukundur. Bəhs edir ki, dinin dirəyidir. Dinin dirəyidir oruc. Və Peyğəmbər s.ə.v deyəndə ki, İslam 5 dayaq üzərində qurulub və ya 5 dayaq üzərində dayanır və sayanda özü necə bilirsiniz, şəhadət etmək ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, şəhadət etmək ki, Məhəmməd onun elçisidir və şəhadət edirsən ki, həmçinin Allahın quludur, namaz qılmaqdır, zəkat vermək, həcdir, onların içində zikr edib ki, Ramazanda oruç tutmaq. Ramazanda oruç tutmaq bu dinin dirəyidir. Nə deməkdir bu? Yəni o deməkdir ki, din onun üzərində dayanır. Ona görə də Peyğəmbər s.ə.v o ayın gəlişi ilə həmişə müjdəliyib səhabələrini. Onlara deyərdi ki, Ramazan daxil olanda sizə artıq Ramazan gəlir və ya bəzi rəvayətlərdə gəlir ki, deyərdi ki, sizə mübarək Ramazan ayı gəlib. Allah Teala sizə onun orucunu fərz edib. Onda səmanın qapıları açılar və bəzi rəvayətlərdə gəlir ki, cənnətin qapıları açılar. Cəhənnəmin, yəni alovun qapıları bağlanar. Şeytanlar bağlanar. Allahın da Ramazanın hər gecəsi cəhənnəmdən azad etdiyi qulları var. Və bir gün var, bu ayda 1000 aydan daha xeyirlidir. Və kim o aydan məhrumsa, həqiqi məhrum odur. Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözləri elə belə deməyib və Əbu Hüreyrə radiyallahu anh bu sözləri elə belə nəql etməyib bizə. Ona görə İbn Rəcəb rahimehullah deyir ki, mömin üçün müjdə olaraq bəs edir ki, bilsin ki, Allah Teala bu ayda cənnətin qapılarını açıq edir. Necə günahkar sevinməyə bilər ki, biləndə ki, Allah Teala cəhənnəmin qapılarını bağlayıb, cənnətin qapılarını açıb. Ona görə ağıl sahibi biləndə ki, bu ayda şeytanlar bağlanır, bu ay fürsətdir onun üçün. Bilməlidir ki, bu zamanı heç bir başqa bir zaman əvəz edə bilməz. Bu vaxtı başqa heç bir vaxt əvəz edə bilməz. Bəs edir ki, oruc, hansı ki o ayın ibadətidir, əzəmətli bir ibadətdir. Əbəs yerə Peyğəmbər sallallahu aleyhi və səlləm deməyib ki, Aleykə bis-səvmi fə innəhu lə mislilə. Deyir ki, oruç tut, onun mislində heç nə yoxdur. Əzəmətli ibadət, hansı ki şəfayətçi olacaq sənin üçün qiyamət günü. Deyir ki, sallallahu aleyhi və səlləm, oruc, Quran şəfayətçi olacaq qul üçün. Nə vaxt? Qiyamət günü. Qiyamət günü də bilirsiniz, əzəmətli gündür. O qorxu günü, o vəhşət günü, hansı ki bütün insanlar öz halı ilə məşğul olacaq. Hamı ehtiyac duyacaq ki, kimsə onlar üçün şəfayətçi olsun, kimsə öz savablarından onlara versin ki, heç olmasa bir savab günahlarından üstün olsun ki, nicat tapsın. Bəli, tərəzidə əgər bunun bir savabı üstün olacaqsa, o nicat tapacaq. O xilas olacaq. Deyir ki, sallallahu aleyhi və səlləm, o gündə orucla Quran şəfayətçi olacaq sahibi üçün. Oruc gələcək, deyəcək ki, ey Rəbbim, mən ona yeməkdən, içməkdən mane oldum. Məhrum elədim onu gündüzlər yeyib içməyə. Və şəfayətçilik istəyəcək. Deyəcək ki, məni onun üçün şəfayətçi et. Quran gələcək, deyəcək ki, ey Rəbbim, mən gecələri onu məhrum etdim yatmaq. Yəni, ibadətdə keçirdi gecələri. Məni tilavət edərək, məni onun üçün şəfayətçi et. Və Allah Teala onların kişisini onun üçün şəfayətçi edəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb ki, orucun əcri əzəmətlidir. Və nəql edib Rəbbindən. Deyib ki, Allah Teala dedi ki, Adəm övladının hər bir əməli onundur. Yalnız oruc o mənimdir, onun mükafatını mən verəcəm.
Və bilirik ki, bütün yaxşı əməlləri Allah Teala artırır 10 qatına qədər. Ta 700 mislinə qədər. Amma oruç üçün onu deməyib Allah Teala. Göstərib ki, orucun mükafatı, çünki bu hədisin başqa rivayətlərində bu ləfz zikr olunub. Ki, əməllər Adəm övladı üçün artırılır 10 mislində 700 mislinə qədər. Yalnız oruc istisnadır. Nədir onun mükafatı Allah bilir. Allah Teala saxlayıb özü üçün. Deyib ki, mən verəcəm onun mükafatını. Və əgər Allah Teala özünü mükəlləf edibsə, oruçdan üçün, etdiyi o ibadət üçün onun mükafatı olaraq əvəzini özü verəcək. Nə qədər düşünsən ki, nə verəcək, yenə də dərk edə bilməzsən. Lakin bil ki, əzəmətli bir mükafatdır. Ona görə sələflərin bu ayı hazırlığına baxsan, görərsən, dərk edərsən ki, Ramazan ayı heç də elə belə ay deyil. Onların onun gəlişinə sevinməyi, üzlərinin parlaması, gülməyi işarədir ki, Ramazan əzəmətli bir nemətdir, insanlara verilən əzəmətli bir fürsətdir, əzəmətli bir qənimətdir ki, onu dəyərləndirən böyük xeyrə çatıb. Ondan məhrum olan həqiqi məhrumdur. Ona görə Muallə ibn Fadıl rahiməhullah deyirdi ki, onlar, yəni sələflər və ya səhabələr Allah dua edirdilər 6 ay ki, Allah Teala onları Ramazana yetişdirsin. Və sonra 6 ayda dua edirdilər Ramazandan sonra ki, Allah Teala onlardan qəbul etsin. Ona görə Yahya ibn Əbi Kəsir deyir ki, Allahım bizi Ramazana salamat çatdır. Bizi salamat Ramazana çatdır. Ramazanı bizdən salamatlıqla qəbul et. Və İbn Rəcəb rahiməhullah deyir ki, Ramazan ayına çatmaq, onun orucunu tutmaq əzəmətli bir nemətdir. Hansı ki, Allah Teala təqdir edib sahibi üçün. Əgər yetişibsə o aya, o ayın orucunu tutubsa, bilsin ki, Allah Teala onun üçün əzəmətli bir nemət təqdir edib. Və buna nə dəlalət edir? Dəlalət edir Talha'nın rəvayət etdiyi hədis, hansı ki, deyir ki, Talha Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına 2 cavan gəlir. İslamı qəbul edirlər. Və onlardan biri döyüşə çıxır, cihada çıxır və şəhid olur, ölür. Sonra digəri 1 il yaşayır ondan sonra. Və 1 ildən sonra o da ölür. Və Talha deyir ki, onları yuxuda gördüm və gördüm ki, cənnətin qapısındayıq. Cənnətin qapısından biri çıxdı. Sonradan ölən, yəni ölümü gecikənə dedi ki, gəl içəri, çəkib onu içəri apardı. Sonra çıxdı, ikincini çağırdı. Sonra çıxdı, mənə dedi ki, hələ sənin vaxtın deyil. Və gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmdən qabaq insanlara danışdım, yəni səhabələrə danışdım gördüyümü. Dedi ki, insanlar danışanda təəccüb elədilər. Necə ola bilər şəhid olan gec öləndən sonra girib cənnətə. Gecikib onun cənnətə girməyi və təəccüblənirdilər. Və Peyğəmbər s.ə.v eşitdi və dedi ki, nəyə təəccüblənirsiniz? Məgər gec ölən Ramazana yetişməyib, ondan sonra bir Ramazan yaşamayıb, o Ramazanın orucunu tutmayıb, bu və bu qədər namaz qılmayıb, sonra dedi ki, nəfsim əlimdə olana and olsun ki, onlar arasındakı fərq yerlə göy arasında olan fərqdir. Bu bəhs edir ki, insan bu ayın əzəmətini dərk etsin. Başa düşsün ki, o ayda insan çalışmalıdır daha çox, səy göstərməlidir ki, axirətdə üzü ağ olması üçün nəsə azuqə götürsün bu aydan. Və bu ay, dediyimiz kimi, bir çox itayətləri özündə cəm edib. Və istəsən də itayətlərin hamısını özündə cəm edib. Baxsan görərsən ki, gecə namazı da var bu ayda, Quran tilavət etmək də var, oruç tutmaq da var. Və sələflər necə istifadə edib baxsan bu aya, hansı tərəfdən baxırsan, görərsən ki, onların halı ilə bizim əhvalımız arasında böyük bir fərq var. Əzəmətli fərq var. Onların Ramazana necə hazırlaşması, onu necə qarşılaması və o girdikdə ona necə riayət etməsi, o çıxdıqda onun üçün necə kədərlənməsi onlar üçün əzəmətli bir hal, əzəmətli bir nemət olub. Çünki mədrəsə idi onlar üçün, nəfslərinin təmizlənməsi üçün, mədrəsə idi onlar üçün, əməllərini düzəltmələri üçün.
Və bəs edir ki, oruc özü insanı cəhənnəmdən xilas etmək üçün böyük ibadətdir. Mən sama yevmən fi səbilillah, deyir ki, sallallahu aleyhi və səlləm, kim bir gün Allah üçün oruç tutarsa, bə'ədəllahu vəcəhu anin-nər 70 xarif. Allah Teala onun üzünü cəhənnəmdən 70 il uzaqlaşdırar. 70 il uzaqlaşdırar. Ona görə də bu ayın gəlişi, ona hazırlaşmaq, sələflərin etdiyi kimi etmək hər bir müsəlman üçün ibrət olmalıdır. Hər bir müsəlman çalışmalıdır ki, bu aya çalışsın ki, yetişsin və Allahdan diləməlidir ki, Allah Teala onu çatdırsın bu aya, yetişdirsin bu aya ki, o ayın ibadətindən istifadə etsin, orucunu tuta bilsin, Quranın tilavətini oxuya bilsin. Lakin yaddan çıxarma ki, bu ayın əmr olunma səbəbi, əmr olunma hikməti əzəmətli bir hikmətdir, əzəmətli bir səbəbdir. Çünki Allah Teala öz kitabında hansı əməli əmr edibsə yerinə yetirməyi Allah Teala'nın adətindən çox vaxt hikmətini bəyan eləmir. Demir nə səbəbdən əmr edir. Lakin bu ayın ibadətini əmr edəndə Rəbbimiz bəyan edib hikməti nədir? Ona görə dayanıb düşünəndə dərk edirsən ki, Allah Teala məhz buna görə də əmr edib. Deyəndə ki, ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, imanla xitab edib bizlərə, kutibə aleykumus-siyam, sizə oruc fərz edildi, kəmə kutibə aləl-ləzīnə min qablikum, necə ki, sizdən əvvəlkilərə fərz edilmişdi. Nə üçün? Deyir ki, ləalləkum təttəqun, bəlkə Allahdan qorxasınız. Bəyan edib ki, bu ayın ibadətinin əmr olunmasının əsas səbəbi təqvaya sahib olmaqdır. Allahdan qorxmaqdır. Və təqva da heç də dillərdə gəzən kəlmə deyil. Əksinə təqva Allah Taala'nın əmrləridir, hansı ki yerinə yetirilməlidir. Allah Taala'nın qadağalarıdır, hansı ki ondan çəkinilməlidir. Həmçinin də Allahın elçisinin əmrləridir, qadağalarıdır, hansı ki rəayət olunmalıdır. Və başda da ən əzəmətli əmr, hansı ki Allah və Rəsulu əmr edib Allahın tövhidi, Allahın ibadətdə fərdləşdirmək və Allah Taala'nın ən əzəmətli qadağası, hansı ki Allah və elçisi qadağan edib Allaha şərik qoşmamaq, bu və digər ibadətlərdə və haramlardan qorunmaq səbəbdir insan hansı hikmət üçün Allah Teala əmr edib bu ibadəti ona çatsın. Çünki mücərrəd yeməyi, içməyi tərk etmək heç də bu ayın məqsədi deyil. Əslində oruc haramlardan orucdur. Təkcə yeyib içməyi tərk etmək deyil. Nədir ona dəvət edən? Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi, hansı ki əksəriyyətimiz bilirik. Kim yalan danışmağı, yalancı şahidliyi tərk etmirsə, Allah Taala'nın onun yeməyini, içməyini tərk etməsinə ehtiyacı yoxdur. Və gəlib bəzi rəvayətlərdə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, elə oruçdan olacaq ki, onun orucdan payı yalnız az qalmağı olacaq. Və gecələri ibadətdə keçirən elə abid olacaq ki, onun o ibadətdən ancaq özünü yorub səhərə qədər oyaq qalması olacaq. Və sonra da bil ki, bu ayın orucunu tutmaq əzəmətli bir savab nail edir, hasil edir sahibi üçün. Deyir ki, sallallahu aleyhi və səlləm, kim Ramazanı imanla, savabını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Və gəlib bəzi rəvayətlərdə ki, kim Ramazanı imanla, savabını Allahdan umaraq ibadətdə keçirərsə, yəni gecələrini, onun keçmiş günahları bağışlanar. Və gəlib ki, kim Qədir gecəsini imanla, savabını Allahdan umaraq keçirərsə, onun keçmiş günahları bağışlanar. Əgər istəyirsənsə ki, Allah Teala sənin keçmiş günahlarını bağışlasın, Ramazanı imanla, savabını Allahdan umaraq tutmalısan. İbadətini imanla, savabını Allahdan umaraq keçirməlisin. Qədir gecəsini imanla, savabını Allahdan umaraq abadlaşdırmalısan, həyatda keçirməlisən, ayaqda saxlamalısan. Nədir imanla, savabını Allahdan umaraq? Bu deməkdir ki, Allaha yönəldikdə sadiq olaraq yönəlməlisən. Dərk edərək ki, tutduğun oruc həqiqətən Rəbbindəndir. Etdiyin ibadət həqiqətən Rəbbin üçündür.
orucu tutduqda deməməlisən ki, nə vaxt gəlib keçəcək, vaxt tez qutaracaq, ay çıxacaq. Deməməlisən ki, necə asanlaşdırım ki, orucu rahat tutum, bitsin. İbadətləri necə tez qurtarım ki, rahat dincəlim. Savabını Allahdan umaraq dedikdə bu qəsd olunur. Ona görə kim istəyirsə ki, bu ayın əcrindən, savabından əzəmətli mükafat alsın, bu ayın ibadətini adətə çevirməsin. Əksinə, bu ayın ibadətini ibadət kimi özü üçün dərk etsin, bu ayın ibadətini ibadət niyyəti ilə yerinə yetirsin, adət olmaqdan qorusun. Çünki gəlib sələflərdən bu haqda ki, necə ki, Cəbir radiyallahu anhu nəql olunur, onda sabit əsərdə deyir ki, əgər oruç tutacaqsansa, elə isə qulağın da oruç tutsun, gözün də oruç tutsun, dilin də yalandan oruç tutsun, yəni yalan danışmasın, günahlardan oruç tutsun, qonşuna əziyyət etmə, oruc olduğun gün sakit ol, təmkinli ol, vüqarlı ol, oruç tutduğun günlə oruc olmadığın gün arasında fərq olsun, yəni eyni olmasın. Oruc olduğun gün seçilsin, fərqləndirsin səni. Ona görə də bu ay fürsətdir. Allahdan diləyirəm ki, Allah Taala bizi sağ, salamat o aya yetişdirsin. O ayın duasından, ibadətindən istifadə etməyi bizə nəsib etsin. Və bil ki, o ay elə də çətin ay deyil, asan aydır. Allah Taala o ayın orucu haqda vurğuladığı ayələrə baxsan, görərsən ki, sonunda deyir ki, Allah Taala sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Ona görə asanlıq ayıdır, kimi üçün Allah Taala asanlaşdırılıb və o ayın ayələrinin sonunda bitirəndə də bildirir ki, o ayda Allaha dua etmək istəyən üçün ona şərik qoşmağa heç kim ehtiyac deyil. Əksinə, o ayın sahibi Allah Taaladır. İnsan Allaha yönəlib onu çağırsa, Allah Taala onun dualarını qəbul edər. Onuna istədiyini əta edər. Deyir ki, ayələrin tamamında وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ. Əgər qullarım səndən məni soruşsalar, mən yaxınam. Dua edənin duasına cavab verərəm. فَلْيَسْتَجِيبُوا. Elə isə onlar da mənə cavab versinlər. وَلْيُؤْمِنُوا بِاللَّعَلَّهُمْ يَرْشُدُونَ. Mənə iman etsinlər, bəlkə doğru yolda olsunlar. Ona görə müjdələnin bu ayın yaxınlığı ilə və ayın gəlməsinə az qalmağı ilə, bu aya girdikdə çalışın, səmimi tövbə ilə bu aya daxil olun. Qəlbinizdə olan kini, küdurəti, ədavəti bir qırağa tərk edin. Allahdan diləyirəm ki, Allah Taala bizi o aya çatdırsın. Bizi o aya sağ, salamat yetişdirsin. Bizə o ayın ibadətini, orucunu, namazını yerinə yetirməyə kömək olsun və bizə öz rəhməti ilə o ayda etdiklərimizi bizdən qəbul etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril muslimin min kulli zənb fəstəğfiruhu innehu ğafurur rahim.